Adolf Hitler. Bu adı eşidəndə ağlımıza nə gəlir? Yəqin ki, toplama düşərgələri, xarabalığa çevrilmiş şəhərlər və bəşər tarixinin gördüyü ən qanlı müharibə. Amma bilirsiniz, bütün bu dəhşətin arxasında çox az adamın bildiyi başqa bir hekayə var. Rəssam olmaq istəyən gənc bir oğlanın hekayəsi. Baxın, bu Adolf Hitlerin həyatındakı o böyük, o inanılmaz ziddiyyətdir. Bir tərəfdə sənət aləmində özünə yer axtaran bir gənc, digər tərəfdə isə bütün bir qitəni məhv edən, xarabalıqların memarı. Bəs necə olur ki, bir insan bu iki ifrat nöqtəsi arasında bu qədər dəhşətli bir yol qət edir? İncəsənət xəyallarından soyqırım reallığına uzanan o yol necə çəkirdi? Bax, bugün biz məhz bu sualın cavabını axtaracaq. Bu inanılmaz çevrilmənin arxasında dayanan səbəblər nə idi? Gəlin, bu qaranlıq hekayənin dərinliklərinə inək. Hər şey onun gəncliyində başlayır. Onun nifrət dolu ideologiyasının təməllərinin atıldığı o illərdə. Bu dövr əslində onun kim olacağını müəyyənləşdirən, gələcəkdə atacağı addımların toxumlarını səpən bir dövr idi. Gənclik illərinə baxanda bir neçə vacib məqam görürük. Amma onun həyatını tamamilə başqa bir istiqamətə yönəldən o an var idi. Viyana İncəsənət Akademiyasından 2 dəfə rədd cavabı alması. Bu uğursuzluq sadəcə bir məyusluq deyildi. Bu, onun bütün dünya görüşünü alt-üst edəcək bir hadisə idi. Özünün də Mein Kampfda yazdığı kimi, bu onun üçün böyük bir zərbə idi. Və məhz bu andan etibarən içindəki o dərin inciklik, o qəzəb böyüməyə başladı. Öz uğursuzluqlarına görə günahkar axtarmağa başladı və o günahkarı Yahudilərin simasında tapdı. Və beləcə hekayəmizin ikinci pərdəsi açılır. Müharibə bitmişdi. Almaniya məğlub olmuş, alçaldılmış və tam bir xaos içində idi. Hitler isə bu xaosun içində özünə yeni bir səhnə tapdı. Siyasət. Və bu səhnə onun əsl istedadını üzə çıxaracaqdı. Hitler əslində dövrünün bir növ marketinq dahisi idi. O, kütlələrin necə idarə edəcəyini çox yaxşı bilirdi. Özünə xas imic, saatlarla məşq etdiyi teatral çıxışları, yadda qalan svastika logosu və rəqiblərinin ürəyinə qorxu salan ESA hücum dəstələri. Hər bir detal, hər bir addım kütlələrə təsir etmək üçün dəqiqliklə hesablanmışdı. Və tam bu məqamda dünya miqyasında bir fəlakət baş verdi. Böyük böhran. Alman iqtisadiyyatı tamamilə çöktü, milyonlarla insan işsiz qaldı. Bu, Hitler üçün, necə deyərlər, göydən düşmə oldu. O, çarəsiz və qəzəbli kütlələrə çox sadə cavablar təklif etdi. Günahkarlar var və mən sizi o itirdiyiniz böyüklüyə geri qaytaracağam. Və nəhayət, o an gəlib çatdı. Almaniyanın yaşlı prezidenti Hindenburg və onun ətrafındakı siyasi elita Hitleri cilovlaya biləcəklərini, onu bir marionetka kimi istifadə edəcəklərini düşündülər. Amma bu, bəlkə də 20-ci əsrin ən böyük, ən ölümcül siyasi səhvi idi. Kansler olan kimi Hitler heç vaxt itirmədi. Hakimiyyəti tamamilə ələ keçirmək üçün inanılmaz bir sürətlə və amansızlıqla hərəkətə keçdi. Demokratiyanın qalıqlarını qısa müddətdə məhv edib bir diktatura qurdu. Bəs bunu necə etdi? Baxın, onun bir neçə əsas aləti var idi. Bir tərəfdən Joseph Goebbelsin rəhbərlik etdiyi nəhəng təbliğat maşını yalanları həqiqətə çevirirdi. Digər tərəfdən Gestaponun amansız terroru hər kəsi qorxu içində saxlayırdı. Gələcək nəsilləri isə Hitler gəncliyi vasitəsilə zəhərləyirdilər. Və uzun bıçaqlar gecəsi. Bax, bu hadisə onun nə qədər qəddar olduğunu göstərdi. Hakimiyyəti üçün ən yaxın silahdaşlarını belə bir gecədə məhv etməkdən çəkinmədi. Ancaq bu qorxu imperiyası təkcə dövlət gücü ilə qurulmamışdı. Almaniyanın nəhəng sənaye şirkətlərinin də burada çox qaranlıq bir rolu var idi. Məsələn, IG Farben kimi bir kimya nəhəngi. Onlar nasistlərin müharibə maşını üçün yanacaq və kauçuk istehsal edirdilər. Bunun əvəzində isə Auschwitz ölüm düşərgəsinin yanındakı fabriklərində məhbusları kölə kimi işlədirdilər. Təsəvvür edin, təkcə bir fabrikin tikintisində 25.000 insan can verdi. Və bütün bu hazırlıqlar, bütün bu nəzarət mexanizmləri bizi hekayənin ən qanlı, ən dağıdıcı fəslinə gətirib çıxarır. İkinci Dünya Müharibəsi. Müharibənin ilk illərində Alman ordusu sanki dayandırılmaz idi. Bunun sirri nə idi? Blitzkrieg, yəni ildırım müharibəsi. General Heinz Guderian kimi strateglərin hazırladığı bu taktika, tankların və təyyarələrin ildırım sürətli hücumları ilə Polşa və Fransa kimi ölkələri həftələr içində diz çökdürdü. Amma bu ildırımın vurduğu zərbənin bədəli dəhşətli idi. Bu rəqəmlərə baxın.
Ümumilikdə 80 milyondan çox insan həyatını itirdi. Bu rəqəmi təsəvvür etmək belə mümkün deyil. Sanki bir neçə böyük ölkənin əhalisi yer üzündən silinib. Və ən acınacaqlısı odur ki, ölənlərin böyük əksəriyyəti heç əskər deyildi, sadəcə mülki insanlar idi. Bu rəqəm bütün bu dəhşətin mərkəzində duran planlı, sənayeləşdirilmiş soyqırımın miqyasını göstərir. 6 milyon insan sırf kimliklərinə görə sistematik şəkildə məhv edildi. Ancaq hər tiran kimi onun da sonu yaxınlaşırdı. Sovet İttifaqına hücum etməklə əslində öz ölüm fərmanını imzalamış oldu. Sonra Day-Day ilə qərbdən ikinci cəbhə açıldı və axırda hər şey başladığı yerdə, Berlində, yerin altındakı bir bunkerdə şəhər xarabalığı çevrilərkən həyatına son qoydu. Onun o böyük minillik reyx xəyalı cəmi 12 il çəkdi. Arxasında isə xarabalığa çevrilmiş bir qitə və bəşər tarixinin yaddaşından heç vaxt silinməyəcək bir dəhşət mirası qoydu. Amma bütün bunlardan sonra ağlımızda cavabı ən çətin olan o sual qalır. Bəlkə də ən vacib sual. Bütün bir xalq, bütün bir millət necə oldu ki, rəssam ola bilməyən bu adamın arxasınca tarixin ən dərin, ən qaranlıq cəhənnəminə getdi? Bax, bu üzərində hələ çox düşünməli olduğumuz bir sualdır.